Bir devletin büyüklüğü təkcə ərazisiyle değil, vizyonu ile ölçülür. 28 May 1918-ci ildə qurulan Azərbaycan Xalq Cumhuriyyəti cəmi 23 ay yaşayabildi. Ama bu kısa müddətə əsrlərə beraber ilkləri sığdırdı. Bu dövlət bütün İslam dünyasında ve Türkiye Cumhuriyetler arasında kurulan ilk parlamenter demokratik cumhuriyetiydi. Statistikalar ve tarihi həqiqətlər o dövr için bu cumhuriyetin ne kadar ileride olduğunu sübut edir. Hele 1919-cu ildə, yəni İngiltere ve Fransa kimi ölkələrdə qadınların seçme hüququ müzakirə edilərkən Azərbaycan Məclisi qadınlara bu hüququ tanıyan qanunu qüvvəyə mindirdi. Qurulan 120 nəfərlik parlament təkcə Azərbaycanlıları deyil, ölkədə yaşayan Rus, Erməni, Yahudi və Alman azlıqları da təmsil edən çox səsli bir quruluşa sahib idi. Sadəcə 2 il ərzində 439 qanun layihəsi müzakirə edildi və Bakı Dövlət Universiteti kimi önəmli təhsil ocaqlarının təməlləri atıldı. Mehmet Emin Resulzadə öndərliyindəki bu qısa ömürlü, lakin olduqca böyük təsirə malik olan bu dövlət müsavat prinsipini mərkəzə qoyaraq monarxiyadan demokratiyaya keçidin ilk sönməz məşəlini yandırdı. Bugünün müstəqil Azərbaycanı məhz o 23 aylıq əvəzolunmaz intellektual təcrübənin üzərində yüksəlir. Bu tarixi vizyonun və müstəqilliyimizin münəvvəsi olan 28 May müstəqillik günümüz mübarək olsun. Üç renkli istiklal bayrağının göçlerinde gezdiren buradaki vatan ailesi bizlerden, orada her cüre korku ve tezyiq altında kalpleri istiklal eşkiyle çırpınan azadlık ailesi sizlere candan selamlar gönderir. 28 Mayıs istiklal kurbanlarının aziz ruhları huzurunda hürmetle eğilir ve her iki tarafı birleştiren milli büyük hasreti şairin beytiyle dile getiririm. Sen bizimsen, durdukça bedende can, yaşa, yaşa, çok yaşa, ey şanlı Azerbaycan.